Əziz müəllimlər, axşamınız xeyir olsun. Növbəti ödənişsiz təlimdəyik. Mən Azman Təlim Tədris Mərkəzinin Riyaziyyat və İnformatika üzrə təlimçisi Günay Xəllova. Bugünkü dərsimiz ehtimal. Müəllimlər, dərsimizə başlatmazdan əvvəl xatırlatmaq istəyirəm ki, artıq avqust ayı ərzində bizim ödənişsiz təlimlərimiz həftədə bir yox, 2 dəfə təşkil olunacaq. Hər həftənin 3-cü və 5-ci günləri axşam saat 21:00-da biz onlayn şəkildə sizin evlərinizin qonaq olacağıq. Ödənişli təlimlərimiz isə müəllimlər sentyabr ayından başlayır. Ödənişli təlimlərimiz həftədə 2 gün keçirilir. Ödənişli təlimlərimizdə bütün mövzular, yəni çərçivə sənədində olan mövzuların hər biri sıfırdan tam şəkildə izah olunur. Hər bir mövzuya aid müxtəlif testlər işlənilir. Bir şey də xatırladım ki, avqust ayının sonuna qədər ödənişli qruplarımıza endirimli qiymətlərlə qoşula bilərsiniz. Deməli müəllimlər, sizin istəyinizlə bugünkü dərsimiz ehtimal. Hansı mövzuların izahını bu dərslərdə görmək istəsəz, zəhmət olmasa yazın, bizə bildirin. Bugün isə sizlərin istəyi ilə dedik ki, ehtimal haqqında danışırıq. Müəllimlər, ehtimal haqqında danışmazdan əvvəl gəlin hadisənin nə olduğuna baxaq. Hadisə. Müəllimlər, sınaq, təcrübə və yaxud da müşahidədən aldığımız nəticəyə biz hadisə deyirik. Sınaq, təcrübə və yaxud da müşahidədən aldığımız nəticəyə. Hadisələr təsadüfi hadisə, mümkün olmayan hadisə, yəqin hadisə, asılı olan hadisə, asılı olmayan hadisə, uyuşmayan hadisələr, qarşılıqlı əks hadisələr olmaqla bir neçə yerə bölünür. Müəllimlər, gəlin görək təsadüfi hadisə nədir? Baxın, o keçirdiyimiz sınaqlar, təcrübələr və yaxud da apardığımız müşahidələrin nəticəsində əvvəlcədən baş verib verməyəcəyini mümkün edə bilmədiyimiz hadisəyə biz təsadüfi hadisə deyirik. Məsələn, baxın, bir dənə zər atırıq. Bu zərin üzərində hansı xalın düşəcəyini biz əvvəlcədən bilmirik. Tutalım ki, xalın üzərində 5 düşdü. Bu təsadüfi hadisədir. Xalın üzərində 3 düşdü. Bu təsadüfi hadisədir. Müəllimlər, təsadüfi hadisələrimiz özləri, baxın, bu təsadüfi hadisələrimiz özləri 3 yerə bölünür. Eyni ehtimallı, az ehtimallı və bir də çox ehtimallı. Müəllimlər, nədir eyni ehtimallı hadisə? Baxın, tutalım ki, bizim əlimizdə bir qəpik pul var. Bu qəpik pulun 2 üzü var, düzdürmü? Bu üzlərdən hər hansı birinin düşməsi hadisəsi eyni ehtimallı hadisədir. Niyə eyni ehtimallı hadisədir? Çünki bu qəpik pulun üzərindəki o hər 2 üzün düşməsi eyni imkanlıdır. Buna görə biz buna deyirik eyni ehtimallı hadisə. İndi isə gəlin, az ehtimallı, çox ehtimallı hadisələr. Bunlara baxalım. Tutalım ki, əlimizdə bir qutu var. Bu qutunun içərisində 20 dənə şar var. Bu şarlardan 3'ü qırmızıdır, yerdə qalan 17 dənəsi göydür.
Biz əlimizi atıb torbadan qırmızı şarı çıxarsaq, bu olur az ehtimallı hadisə. Göy şarı çıxarsaq, bu olur çox ehtimallı hadisə. Deməli, buradan belə bir qənaətə gəlirik ki, torbada hansından azdırsa və yaxud da qutuda hansı şardan azdırsa, bu az ehtimallıdır. Hansının sayı çoxdursa, bu isə çox ehtimallı hadisədir. Biz hadisədən danışanda dedik ki, mümkün olmayan hadisələr var. Mümkün olmayan hadisə nədir müəllimlər? Sınaq, təcrübə və ya müşahidə nəticəsində heç zaman baş verməyəcəyi əvvəlcədən məlum olan hadisəyə biz mümkün olmayan hadisə deyirik. Məsələn, müəllimlər, bir zərri atanda biz bilirik ki, zərrin üzərində 6-dan böyük xal yoxdur. Deməli, bu mümkün olmayan hadisədir. Yəqin hadisə nədir? Yəqin hadisə isə mütləq şəkildə baş verəcək hadisədir. Müəllimlər, dedik ki, asılı və asılı olmayan hadisələr var. Asılı hadisə nədir? Tutaq ki, bizim üçün 2 dənə hadisə verilib. Bu hadisələrdən birinin nəticəsi digərinin nəticəsinə təsir eləyirsə, biz buna deyirik asılı hadisə. Birinin nəticəsi digərinin nəticəsinə təsir eləmirsə, biz buna deyirik asılı olmayan hadisə. Müəllimlər, indi isə hadisənin ehtimalından danışaq. Hadisənin ehtimalı. Biz bir zərri atdıqda 1, 2, 3, 4, 5, 6 xallarının hər hansı biri düşə bilər. Düzdürmü müəllimlər? Baxın, deməli, zərrin atılması zamanı 6 mümkün hal var. Amma bizə desələr ki, zər atılan zaman cüt xalların düşməsi, o zaman biz bilirik ki, zərin üzərində 2, 4, 6 olmaqla 3 dənə cüt xal var. Müəllimlər, baxın, əlverişli hallar sayının mümkün hallar sayına olan nisbətinə biz hadisənin ehtimalı deyirik. Biz əvvəldən dedik ki, 1-dən 6-ya qədər 6 halımız var. 6 halımız varsa, deməli 6 mümkün halımız var. Cüt hal düşsün dedik. Cüt halın düşməsi üçün 3 dənə əlverişli hal var. Bu oldu 6-da 3. İxtisar eləsək 2-də 1. Deməli, bizim cüt hal düşməsi hadisəmizin ehtimalı 2-də 1-ə bərabərdir müəllimlər.